Amma mən belə deyək, 5 yaşıma qədər adımı Samirə bilmişəm. Hətta mən internata gedəndə də orada mənə Bahar deyərək müraciət edirdilər. Çünki jurnalda adımız belə deyək, şəxsiyyətdə, pasportda da nə gedirdisə o adla çağırırdılar. Mən belə qəribə baxırdım ki, bunlar mənə niyə Bahar deyirlər? Bahar, mənə əsəbləşsən də, belə deyim, məndən küssən də bu günləri eyni soyadı daşıdığım bir adamı gətirəcəm bu günləri, bir günün çəkilişinə. Ola bilərmi ki, bax, həmin adam soyadını daşıdığın adam gəlsin və sən onu qəbul eləməyəsin? Bir şey ki, görməmişəm, bilmirəm. Yəni, tanımamışam öncədən. Yəni, necə istəyə bilərəm, necə qəbul edə bilərəm, bilmirəm. Yəni, sürpriz həqiqətən bu veriliş bambaşqa bir veriliş olacaq. Mənim özümə də şəxsən maraqlıdır ki, Bahar Lətif qızı həmin adam qəbul eləyəcək, yoxsa qəbul eləməyəcək. Çünki televiziya məkanında bu günə qədər heç kimsə həmin adamı tapmayıb. Bir gün heyəti olaraq sənin əzizini tapmışıq. Tamaşaçılar izləsin, günün sonunda Bahar xanımı soyadını daşıdığı həmin şəxsin evinə aparacam. Bahar soyadını daşıdığı doğması ilə barışacaqmı? Soyadını daşıdığın, qan bağı olan yaxının kimdir? Müğənni atasının hədiyyəsini qəbul etmədi. Hər şey bitdi. Məktubunu cırdı. Birazdan olanlardan hamı danışacaq. Saxla bunları. Şahverdiyev Lətifin qızıyam və onun qanını daşıyıram, onun soyundan, kökündənəm. Yəni, çox peşmanam ki, niyə mənim üçün elə bir ata, elə bir valideyndir. Peşmanam deyəndə mən seçməmişəm, Allahın yazdığıdır. Belə şeylər var ki, qəbul edə bilmirəm. Yəni, onu da günahı məndə görməsinlər. Mənim yaşadığım həyat məni belə puxtələşdirdi. Adi, bax, hər dəfə mənə deyirlər, niyə ata haqqında oxumursan? Bax, oxuya bilmirəm. O da uşaqlığın travmasıdır. Yəni, övladlarınız varsa, ailə qurmuşsunuzsa, çalışın, ayrılmayın. Çünki o ayrılıqlar birbaşa uşaqların gələcəyinə çox pis təsir edir. Bahar, gəl etiraf edək ki, tamaşaçılara məsləhət verirsən. Amma sən özün də ayrıldın. Ayrıldım, yox. Bax, mənim o uşaqlığı keçirdiyim, belə deyək də, travmalar bugünkü gün şəxsi həyatımda da öz zərbəsini vurub. Ailə istəməyən adam ailə qurmaz. Ümumiyyətlə, bir dəfə qurar, daha fikirləşməz. Amma mən onun acı olmuşam. Çünki evimizdə də o ailənin bütövlüyü dağılıb. Bir kişinin üzərində, yəni bir atanın üzərində. Həmişə arzulamışam, hətta mən uşaq vaxtı, yəni özümü də yavaş-yavaş ağlım kəsən vaxtı deyirdim, qardaşım da mən də, biz ailə quracağıq, amma ailələrimiz dağılmasın, möhkəm tutaq. O ailələrimin içində xoşbəxt anlarım olub, düşünmüşəm, hər şey bitdi. Çünki 14 ildən sonra uşağım, övladım olmurdu, çox-çox üzr istəyirəm, amma bunları danışmayanda elə bilirlər ki, acizsən. Ya da ki, nəysə gizlədirsən. O da yarımçıq qaldı. Bilirsiniz, əvvəldən Allah... Tərk edildin? Bəli, tərk edildim. Yəni, insanın əlində olmayan şeylər var. Gedənə necə deyə bilərsən ki, getmə. Üstəmir də. Amma mən də özüm başa düşüb geri çəkildiyim an. Amma bu günlər gəlib desə ki, gəl barışaq. Yox. Sən barışmarsan? Barışmır. Amma övladlarıma heç vaxt pis öyüd nəsiyyət verməmişəm. Təklikdə də soruşa bilərsiniz, nə bilim. Ataların görmüşəm. Yox, yox. Ümumiyyətlə, özləri istəmirlər. Yəni, mən onlara zaten aşılayıram. Zaman gələr, artıq özləri başa düşər. Çünki onlarını azad buraxmışam. Hətta ataların nömrələrinə qədər vermişəm ki, ola bilər, həyatdır.
Hətta mən xəstə olanda da çox pis xəstə idim, bilirsiniz. Dedim birdən mənə nəsə olar qızım. Ən azından yəni atanızla yəni əlaqəni kəsməyin də, yəni əlaqə saxlayın. Amma onlar istəmirlər. Biz istəməməklərini bilmirəm. Amma mən heç vaxt Allah da şahiddir, uşaqlarım özləri şahiddir. Yenə də təklikdə gəlib soruşun. Kim soruşur, soruşsun. Mən hələ uşaqlarıma atalar haqqında bir söz deməmişim. Deməyəcəm də. Yaxşı, tərk edilməyin səbəbi nə idi? Yəni, Bahar niyə ailəsini qoruya bilmədi? Olsun ki, nə bilim, ürəkləri can olmamışam. Olsun ki, sevməyiblər. Olsun ki, qəşəng xanım deyiləm, bilmirəm. Ola bilər. Yəni, xarakterin çətinmi, yoxsa? Yox, yox. Mən də o qədər qulluq eləməyi sevirəm. Bəlkə də elə özümü çox əzməyim məni bu dərəcəyə gətirib. Baharın ailə həyatı quran şəxslər evli idi, yoxsa subay idi? Ailəsi olan da olub, olmayan da olub. Amma baxın, heç birində həyatdır da, nə bilim. Səndən ayrılan bir şəxs şou biznesinin digər bir şəxsi ilə bir arada görsən, nə reaksiya verərsən? Heç nə, həyat. Yəni təzə xəbər deyil. Elə bir halına rastlaşmısanmı? Rastlaşmışam, görmüşəm. Bildiklərim də var. Amma danışmağın nə mənası, hərənin öz həyatı var. Kimə nə cür xoşdur, elə də yaşasın. Amma mən bir mənalı deyirəm. Yəni bunu yaşadığım insan kimi deyirəm. Ailəli insanla ailə olmaz. Niyə? Çünki o bəyin gücü çatmır. Xanım zərifdir. Əgər bir bəy bunu bacarmışsa, yalandan deməsin ki, sinəsə döyməsin, mən bunu eləyərəm, mən bunu eləyərəm, mənim ailələrim toxunulmazdır, filandır. Mən elə gəlir, xanım bir bəyə, bəy də bir xanıma aid olsa. Bahar, niyə bu şou camiasında bu digər xanım müğənnidən ayrılan gedir başqa bir xanım müğənni ilə münasibət yaşayır? Bu acıq verməkdir, yoxsa nədir? Valla mən bilməm, mən elə şeyləri bilmərəm, mənə aid deyil. Mən bugünkü gün sadəcə balalarım üçün yaşayıram. Öz işimdən məşğulam, yeni işlərimdən məşğulam, proyektlərimdən xəbərim var, danışmışam bayaqda. Bu verilişimizdən sonra mən ümumiyyətlə verilişlərdə yenidən olmayacam. Bu verilişdən sonra qətiyyən olmayacam verilişlərdə. Müəyyən bir müddət. Yəni bu xəstəliyimlə bağlı deyil, sadəcə edəcəyim işlərlə bağlıdır. Bahar, bax, estrada müğənnilərinə kimə qulaq asırsan indi? Lalə Məmmədovaya qulaq asıram, Röyaya qulaq asıram. Röyanın da o qədər böyük bir ürəyi var ki, inan Allaha, o deyir partlayış ürəyi var. Yəni insanlara rəhimlə yanaşır. Yəni insan nə qədər belə özünü çəkici göstərsə də, onun qəlbində bilirsiniz nə var? İnsanlara sevgi. Ona görə çox sevirəm Röyanı. Səninəm, illər ötüb keçsə də bil ki, yalnız səninəm. Röya kimi oxuyurum mən də onu. Məndən uzaq düşsən də sən məni düşünən, ömrümün ən gözəl şirin nəğməsi sən.